Bugünkü xəstəmiz nisbətən nadir görülən taxikardiyadır. Daha çox AKŞ, yəni aorta koroner şuntlama əməliyyatı sonrası, yəni açıq ürək əməliyyatı sonrası xəstələrdə gördüyümüz peak flutter vakasıdır. Ancaq bu dəfə counterclockwise yox, clockwise dediyimiz tipdə flutter vakasıdır. Bu zaman bizim əsas ablasiya hədəfimiz cavatrictute isthmus dediyimiz CTI bölgəsinə ablasiya çəkərək bu makroreantrient taxikardiyanı sonlandırmaq olur. İki dənə kateterdən istifadə edirik. Birincisi halo kateterdir. Saat əqrəbi istiqamətində sağ atriuma yerləşdiririk. Cerebral sheath-lə 8 mm kateterlə CTI bölgəsinə ablasiya həyata keçirəcəyik və bununla da taxikardiyanı sonlandıracağımızı düşünürük. Sağ oblik pozda gördüyümüz kimi CTI line-ını cavatrictute isthmusda tam IVC-nin də inferior vena cavanın ardına gəldiyimiz yerdə, yəni xətti tamamladığımız yerdə taxikardiya sonlandı və sinus ritmini bərpa elədik. Bu ablasiyanın başarı şansı yüksək ablasiyadır və təkrarlama olasılığı çox azdır. Özəlliklə qulaqçıq titrəməsi, istər tipik, istər də atipik clockwise ya da counterclockwise olsun, qulaqçıq titrəmələrində kateter ablasiya dərman müalicəsinə görə çox üstündür. Zaten dərman müalicəsi bunu sonlandıra bilmir. Sadəcə sayını azaldır ventrikül ritmlərini. Birbaşa həll, yəni sinus ritminin bərpası sadəcə kateter ablasiyası ilə mümkündür. Yəni başarılı bir kateter ablasiya ilə sinus ritmini bərpa elədik. Təşəkkür edirəm.